dünyasını dəyişib vəfat edən şəxsin adından həc və ümrə ziyarətləri etmək olar. İcazəlidir. Dünyasını dəyişib vəfat edən şəxsin adından, İstər bu şəxs valideynlərimiz olsun, istər bu şəxs babalarımız və nənələrimiz olsun, istər bu şəxs əmilərimiz və dayılarımız olsun, istər bu şəxs xalalarımız və bibilərimiz olsun. Onların adından həc və ümrə ziyarəti etmək olar. Bu ziyarətlərin savabları və mükafatları həmin o dünyasını dəyişmiş şəxslərə çatır Allahın izni ilə. Bizlər isə onların ardınca yaxşı əməllər etmək savab və mükafatını qazanırıq. Onların adından xeyriyyə işləri görmək, onların əvəzində həc və ümrə ziyarətləri etmək, onlara bir növ fayda ola biləcək xeyirli işlər görmək savab və mükafatını qazanırıq.